Salam izləyicilər. Bu videoda MKN, yəni molekulyar kinetik nəzəriyyədən 2000-2025-ci illərdə qəbula düşmüş sualların izahını verəcəm. Xatırladım ki, bura qədər mövzuların hər birini paylaşmışam, kanalda var. Həmçinin kanalda əvvəlki illərin qəbulları, birinci, ikinci hissənin ümumiləşmə videoları var. Mütləq şəkildə onları da izləyin. Şans imtahanında hər birinizə uğurlar. Və daha çoxunu əldə etmək üçün, daha çox sınaq işləmək üçün mənim sınaq qrupuma qoşula bilərsiniz. Biz artıq ikinci hissəyə çatmışıq. Əgər ikinci hissədən probleminiz varsa, ikinci hissə mövzuları ilə bir yerdə davam edə bilərik. Deməli, birinci sualda verilmiş kütlə ideal qazın halının dəyişməsi VT koordinat sistemində təsvir edilmişdir. Bunu PT, yəni təzyiq temperatur koordinat sistemində çəkin. Baxın, burada önəmli bir şey var. Bu iki dənə qırıq xəttin arasında, yəni iki dənə izobarın arasında verib. Bir bu. İkincisi də ki, ilk işiniz bu proseslərə ad verməkdir. Məsələn, 1-2-yə baxırsınız. 1-2-də həcm sabitdir, olur izoxor, deməli, temperatur artdığına görə qızma. Sonra 2-3-ə baxırsınız. 2-3-də də temperatur sabitdir, ona görə olur izotermik, həcm artdığına görə genişlənmə. 3-4 izoxor, yenə deməli qızmadır. 2 dənə izoxor, bir dənə də izotermikdən ibarətdir və bizdən istəyir bu qrafiki P-nin T-dən asılılığında çəkmək. Burada belə bir məsələ var. P-nin T-dən asılılığında izoxor prosesdə, yəni izoxor prosesdə P T-dən düz asılıdır. Ona görə düz mütənasiblik bir qrafiki çəkməliyik. İlk bu qrafiki çəkəndə, məsələn, bunu bu şəkildə çəkirik. Bu oldu 1, 2. Sonra 2-3-ə baxıram. 2-3 deməli izotermikdir. Özdə izotermik genişlənmədir. İzotermik genişlənmədə də təzyiq azalır. Çünki izotermik prosesdə təzyiqlə həcm tərs mütənasibdir. Ona görə qrafik gəlib çatır və həmin yerə gəlib çatmalıdır. Gəlib çatır bura. Salam müəllim. Salam. Sonrakı prosesə baxsaq, bu qırıq-qırıq xətlə bura çatıb. Sonrakı prosesdə yenə izoxor qızmadır. Deməli, bir dənə də düz mütənasibliyi belə çəkirik. A variantı. Bəli. 2 izoxor, bir dənə də deməli izotermik proses. 2023-cü il qəbul sualıdır və çox maraqlı hazırlanmış suallardandır. İkinci sual. Sabit temperaturda, yəni izotermik prosesdə ideal qazın sıxlığını 1,3 dəfə artırdıqda onun təzyiqi necə dəyişər? Sabit temperaturda təzyiqlə sıxlıq bir-biri ilə düz mütənasibdir. Yəni P rho ilə düz mütənasibdir. Ona görə sıxlığı 1,3 dəfə artırdıqda təzyiq də 1,3 dəfə artar. Və yaxud belə deyə bilərik. Rho bərabərdir M böl V'dir. V bərabərdir M böl rho. Əgər mən sıxlığı 1,3 dəfə artırıramsa, həcm 1,3 dəfə azalır. Həcm azalırsa təzyiq artır. Çünki izotermik prosesdə təzyiqlə həcm bir-biri ilə tərs mütənasibdir. Üçüncü sual. Verilmiş kütləli ideal qazın təzyiqinin onun həcmindən asılı qrafik vermişdir. Qazın mütləq temperaturu neçə dəfə artmışdır bu prosesdə? Ya 1-dən 3-ə keçəndə. Bu sualı həll etmək üçün bunu izoproseslərə aid əlyazma qaydamda da vurğulamışam ayrıca. Mendeleev-Klay-Perron tənliyi yazırıq. PV bərabərdir nü-RT və buradan T-ni tapırıq. T bərabərdir PV böl nü-R. Yəni temperatur PV hasilindən düz asılıdır. Bir nöqtəsində baxıram ki, T1 bərabərdir. P0 V0 bölünsün nü-R. 3 nöqtəsinə baxıram. T3 bərabərdir. 3-ü 2-yə vurdum. 6 P0 V0 bölək nü-R. Yəni 1-dən 3-ə keçəndə temperatur 6 dəfə artıb. Baxın, bunlara Müəllim bir də proses... yuxarı gələ bilərsiniz. Aha, bunlara proses kimi də baxa bilərsən, amma proses kimi baxmaqdansa bu formada baxmaq daha yaxşıdır. Bir dənə skrin edəcəm. Bir dənə səs sualısı. Elədim mən çox sağ Yox, ol. tamam. Hə. Deməli, dördüncü sual. Kütləsi 12 kiloqram olan ideal qaz 50 kilopascal təzyiqdə 9,8 kub metr həcm tutur. Onun irəliləmə hərəkətinin orta kvadratik sürətini təyin edin. Orta kvadratik sürətin düsturunu yazanda V bərabərdir. Kök altda
3 PV bölünsün M'dir. Burada verilənlərə görə bu düstur uyğundur. Kəmiyyətləri yerinə qoyanda 3 vurulsun. P-nin yerinə 50 min, yəni 50 vuraq 10 üstü 3. Vurulsun 12 bölünsün 9,8. A, 57 tamam. yerini dəyişik qoydum. 9,8 yuxarıda 13 aşağıdadır. Bölünsün 12. Deməli, burada belə bir şey edə bilərik. İxtisar apararıq. 3 ilə. Burada qaldı 4. 50-ni 9,8-ə vuranda bu verir deməli 49. Yəni 490. Vurulsun 10 üstü 3. Aşağıda da 4. Bunu kökdən çıxaranda belə yaza bilərəm. 49 vuraq 10 üstü 4 bölünsün 4. 2 də 7 vuraq 10 üstü 2. Yəni 350. 700-ü 2-yə böləndə cavab oldu 350 metr böl saniyə. Orta kvadratik sürətin bir neçə düsturu var. Burada verilənlərə görə kütlə verilib, təzyiq verilib, həcm verilib. Bu düstur uyğundur. 3 PV bölü M. Digər verilənlər verilsəydi, onlara görə də yazmaq olardı. Sürət hardan gətirirdik ümumi düsturdan? Ümumi düsturdan P'nin düsturundan P bərabərdir. 3'də 1 M0N V kvadratıdır. Bu düsturdan V'ni MC tapanda kök altda 3P böl M0N. M0N nəyi verirdi? onu. Rho'nu. Rho'nun da yerine M bölü V koyanda olurdu 3 PV bölünsün M. Sonra da ardı Mendeleev-Clapeyron'dan çıxır. Beşinci sual. Hansı prosesdə ideal qaz molekullarının orta kinetik enerjisi azalar? Orta kinetik enerji yalnız temperaturdan asılıdır. Ona görə də orta kinetik enerjinin azalmaq üçün temperaturun azalmaq lazımdır. Burada kinetikin düsturunu yazıram. 2'də 3 KT. Deməli, soyuma prosesini götürməliyik. Məsələn, baxıram izotermik sıxılma. İzotermikdə dəyişə bilməz. Ona görə izotermikləri atdıq. İzoxor qızmada artır. Cavab izobar sıxılmadır. Çünki izobar sıxılmanın digər adı izobar soyumadır. Ha. 6-cı sual. Həcmi 0,5 olan bir atom ideal qaz 4 kilopascal təzyiqdədir. Sabit təzyiqdə qazın mütləq temperaturunu 3 dəfə artırdıqda onun daxil enerji dəyişməsi nə qədər olar? Birinci sabit təzyiq deyirsə, buradan P bərabərdir, konstant yazıram. Və sabit təzyiqdə həcmlə temperatur bir-birlə düz mütənasibdir. Yəni yaza bilərik ki, V2 bölünsün V1 bərabərdir. T2 böl T1 o da bərabərdir 3-ə. Yəni V2 bərabərdir 3 V1, 3 vurulsun 0,5, bu da verdi 1,5 metrin kubu. Daxili enerji dəyişməsini tapmalıyam. Delta U bərabərdir 2'də 3 P delta V. İzobar üçün bu düstur işlədirik. 2'də 3 qalır yerində. P-nin yerinə 4 kilopascal. Elə 4 olaraq yazıram. Cavab kilo oynandı. Delta V-nin yerinə 1,5 çıxaq 0,5. Bu da verir 6 kilopascal. Daha doğrusu 6 kilojoule. Bu çox maraqlı sualda. Baxmayaraq ki 2011-in qəbul sualıdır. Ha. Ha. Yəni ilk öncə izobar olduğuna görə təzyiqlə üzr istəyirəm. Temperaturla həcmi düz götürdük. Ona görə temperatur 3 dəfə artanda həcm də 3 Həcm bir dəfə oldu. artdı və 2 oldu 1,5. Sonra daxil enerjinin izobar üçün düsturundan istifadə elədik. Ha. 7. Qrafiklərdən hansı ideal qazın təzyiqinin qaz molekularının orta kvadrat sürətindən asılılıq düzgün ifadə edir? Deməli, P-nin düsturlarından birinə baxsaq, deyir qazın sıxlığı sabitdir. Deməli, yazacağın 3'də 1 rho V kvadratı. Baxırıq, orta kvadratik sürətdən kvadratik düz asılıdır. 8. Sabit kütləli qazın 3 halı VT diaqramında 1-2-3 nöqtələri ilə göstərmişdir. Qazın bu hallarındakı təzyiqləri müqayisə edin. Deməli, birincisi buradan Mendeleev-Clapeyron'u yenə yazsaq, PV bərabərdir nÜRT. Buradan P'ni tapanda P bərabərdir nÜRT bölünsün V'dir. Buradan izobarlar çəksək, hansı izobar temperatura yaxındırsa, o daha böyükdür və eyni xəttin üzərində təzyiqlər eyni olur. Yəni, bax, bu nöqtələrdə yazırıq P2 bərabərdir P3 və böyükdür P1-dən.
Temperatura yaxın olan daha böyükdür. 1 kiçikdir, 2 ilə 3 bərabərdir. 9-cu sual. Verilmiş kütləli ideal qaz bir haldan iki halına keçdikdə onun sıxlığı necə dəyişər? Burada prosesə baxsam, bu olur izobar, soyuma ya da izobar, sıxılma. Çünki VT-dən düz asılıdır. Həqiqətən həcm 3 dəfə azalıb, temperatur da 3 dəfə azalıb. Verilmiş kütlədir, rho bərabərdir m bölü v-dirsə, əgər həcm 3 dəfə azalırsa, deməli sıxlıq 3 dəfə artar. 10-cu sual. İdeal qazın mütləq temperaturun 1,44 dəfə artır. İdeal moleküllərin, qaz moleküllərinin orta kvadrat sürəti necə dəyişər? Deməli, buradan V bərabərdir. Kök altda 3 KT bölünsün M0'dır. Temperaturu 1,44 dəfə artıranda 1,2 dəfə artar. Çünki kök altı düz asılıdır. İdeal qazın orta kvadratik sürəti temperaturdan kök altı düz asılıdır. Düstur da buradadır. Müəllim, kök altı 3 RT bölümünlə də getmək olardı, Bəli, yoxsa? getmək olar. Olar. Tamam. Müəllim, yuxarıdakı sualı qaytardınız. Qayıtdım. Hə, tamam. Burada əksinə görmüşəm 1-dən 2. Yox, reis, azalır. 11. Sabit təzyiqdə, yəni izobar prosesdə verilmiş kütlə ideal qazın temperaturunu 1,6 dəfə artıranda həcmi 1,8 kub metr artmışdır. Qazın başlanğıc həcmini hesablayın. Sabit təzyiqdir. Buradan P bərabərdir konstant. Temperaturla həcm düz mütənasib olduğuna görə yaza bilərəm ki, V2 bölü V1 bərabərdir T2 bölü T1, o da bərabərdir 1,6-ya. Və V2-nin yerinə yazıram V1 üstə gəl 1,8, çünki deyil 1,8 kub metr artıb, bölünsün, üzr istəyirəm, V2 yox, V1. Bölünsün V1 bərabərdir 1,6. Yəni V2-ni, son həcmi yazdım V1 üstə gəl 1,8. Bunu çarpaz vuranda, buradan alıram V1 üstə gəl 1,8, 1,6 V1'dir. 0,6 V1 bərabərdir 1,8, V1 bərabərdir 3. 3 kub metrə bərabərdir. 12. Hansı proses verilmişdə ideal qazın izobar sıxılmasına uyğundur? İzobar sıxılma. Deməli, izobar İzobar. proses olduğuna görə P bərabərdir konstant götürdük. Və sıxılma dediyinə görə həm də soyuma olmalıdır. Temperaturun azaldığı, həcmin azaldığı, yəni 1,6-nı götürürük. 13. Qrafiklərdən hansı ideal qazın təzyiqinin qazın sıxlığından asılığını ifadə edir? Qaz moleküllərinin orta kvadrat sürəti sabitdir. Bu da bayaqki düsturdur. P bərabərdir 3də 1 rho V kvadratıdır. Orta kvadratik sabitdirsə, buradan baxıram P rhodan düz asılıdır. 14. Verilmiş kütlə ideal qazın təzyiqinin temperaturdan asılı qrafikinə əsasən qaz bir haldan iki halına keçdikdə həcm və sıxlıq necə dəyişər? Bu heç bir izoproses deyil. Bunu həll eləmək üçün başlanğıcından və sonundan izolar keçiririk, yəni izoxorlar keçiririk. Sonra V-ni tapanda V bərabərdir nöqtə bölünsün P-dir. Yəni temperatura yaxınlaşırsa həcm artır. Ona görə 1-dən 2-yə keçəndə həcm artır. Həcm artırsa sıxlıq azalır. Çünki rho bərabərdir m bölü v-dir. Burada da verilmiş kütlə dediyinə görə kütlə dəyişmirsə, həcmi artıranda sıxlıq azalacaq. Həcm artır, sıxlıq azalır. Y variantı heç bir izoproses deyil. Başlanğıc və sonundan izolar keçirib ona uyğun həll edirik bunu. Bu formada bir qrafikdir. Aydındır sual. Bəli. 15. Diaqramı vermişdir ideal İşte. qaz üzərində. Bəli. Yox, mən bunu deyirəm 15. Aha. İdeal qaz üzərində baş verən hansı prosesə uyğundur? Burada baxırıq həcm sabitdir. İzoxor temperatur artdığına görə qızma. 16. Verilmiş kütləli ideal qazın həcminin temperaturdan asılığı göstərilmişdir. Koordinat sistemində hansı qrafik bu prosesə uyğundur? Öncə prosesin adına baxırıq. İzoxor qızmadır. Və izoxor qızmanı P-nin T-dən asılı qrafikində çəksək, daha doğrusu B variantı. P-nin V-dən, izoxorda V sabit, qızma olduğuna görə təzyiq artır. B.
17. Hansı prosesdə verilmiş və ideal qazın temperaturu azalar? İzotermikləri atırıq. İzobar genişlənmədə həm də qızmada artır. Adiabat genişlənmədə isə temperatur azalır. Düzdür, adiabat proses qəbula düşmür bu il. Amma adiabat genişlənmədə qaz müsbət iş gördüyünə görə qaz özü iş görür. Beləcə daxili enerji azalır. Daxili enerji azalırsa temperatur azalır. Mən bunu Həm də bilməliyim. adiabatda Yox, Bunu bu il adiabat düşməyəcək. prosesi. Adiabat düşməyəcək. Nə dedin Leyla? həm də adiabatda V artırsa qalanlar azalır. Tabii Bəli, yəni genişlənmədə V hər şey azalırdı. 18. Sabit kütləli ideal qaz üzərində aparılan prosesin PT koordinat sistemində verilmişdir. Bunu PV koordinat sistemində qurun. Belə proseslərdə yenə ilk işiniz hər zaman prosesin adların yazmaq olsun. 1-2 prosesinə baxırıq. Təzyiq sabitdir. Bu olur nə? İzobar, izobar, qızma qızma, ya da genişlənmə. Hər izobarın 2 adı var. Sonra 2-3-ə baxırıq. 2-3 izoxor, qızma. 3-4 izotermik, sıxılma, sıxılma. Və 4-1 izoxor, İzoxor, soyuma. doyma. yəni Başladığı yerə qayıtmalıdır. Biz bu prosesi seçməliyik. Deməli, PV-də. Baxın, ətraflılara düşən suallardandır. Yenə təkrar olaraq gələ biləcək sual tipidir. P burada, V burada. Birinci prosesimiz izobar qızma. İzobar qızmada təzyiq sabit, həcm artır. Prosesi bu şəkildə çəkirəm. Bu oldu 1-2. Nəyisə anlaşmasa, nəsə yanlış getdiyini hiss eləsəz deyil. Birinci prosesi seçdik. İkinci proses izoxor qızmadır. Biraz bax və aşağıdan konstant. seç. Aşağıdan seçməliydim ki, davam edə bilim. V konstant qalacaq, P də artacaq. Hı -hı. Bu 1-2. Sonra 2-3 izoxor qızma. 2-3 belədir. Sonra izotermik sıxılma. İzotermik sıxılma bu şəkildə çəkilir. Bu tərs asılıqdır. Sonra da izoxor soyuma. Aşağı doğru. Ha. Mən bunu yazsaq soldakini, bir də sağdakini, başqa heç nə yazmasaq kifayətdir. Kifayət dostlar sənə demir ki, nəyisə əsaslandır. Deyir qrafik keç. Hətta məncə elə gəlir ki, bu il bundan düşəcək bir dənə. Mütləq düşəcək. Hətta bu adları mən yazıram. Ha, adların yazmaq belə vacib deyil ki burada. Səndən qrafik keçidin istəyir. Demir ki, proseslərin adlarını yaz. Adların yazsan Ha, daha yaxşı, sənin xeyrinədir. Amma vacib deyil yəni onları yazmağın. Amma yenə ha. deyirəm, əgər qarşınıza belə bir sual çıxsa, öncə adların yazın ki, qarışmasın. Mən deyim, bir də ki, burada bu xəttlər göstərir bu abidə. Bəli. Bu xəttlər. Bunu burada necə göstərmək Ya orada lazımdır? onu göstərməyin vacib deyil. Yəni izoxoru göstərmək üçün, yəni istəsən belə bir şey çəkə bilərsən burada. Ha, O vacib düzdür. deyil. Tamam. Həm adını yazıb qrafikə seçməsən nə olar? Bir də de, Adların yazıb qrafikə seçməsən nə olar? çəkməsən 0. Sənə demir ki, adların yaz, igid. Görsən nə deyir? Deyir koordinat sistemində qur. Qrafik sualında əgər qrafik yoxdursa, kənarda elədiyinə bal verilmə ehtimalı çox azdır. Bir 19. desəydə onun işini edəcəkdim də sahəsini tapacaqdım. Aha. Burada iş desəydi, hə, düzdür. Burada Amma deməz burada amma istəməz belə əyri-xətli olmaz. trapesiya verir. Çünki amma bu sahə işi verir, ümumi işi. Bildim ha. Deməli, 20 Selsi temperaturda 2 kiloqram su, 60 Selsi temperaturda 3 kiloqram su ilə qarışdırılır. Qarışığın temperaturu nəyə bərabərdir? Bu əslində termodinamikanın sualıdır, qərarlaşmış temperaturdur. Eyni maddə olduğuna görə M1T1 üstəgəl M2T2 bölünsün M1 üstəgəl M2-dir. Yəni 20 vur 2,
üstəgəl 60 vur 3 bölünsün 2 üstəgəl 3. 40 üstəgəl 180 bölünsün 5. 220-ni də 5-ə böləndə cavab olur 44. Qərarlaşmış temperaturun tapılmasıdır. Mənim S olanda da məxrəcdə S olurdu da. S1, S1 emir, S2 S1 M1 emir. T1 üstəgəl S2 M2 T2 üstəgəl S1 M1 üstəgəl S2 M2'dir. Aha, bildim. 20. Bu da təkrar sualdır. Burada baxırıq izoxor qızmadır. İzoxor qızmada da proses olacaq. Sabit Deməli qaz alır. D variantı. 21. Sabit həcmdə ideal qaz A halına B halına keçməsi üçün onun kütləsi necə dəyişmək lazımdır? Biz bunu izoproses götürə bilərik yoxsa yox? Götürə bilərik. Temperatur sabit, P azalır. Hə, Emil, Sabit bunu həcmdə deyil, izoproses olmaz. götürə bilirik yoxsa yox? Baxın, Sabit, bir yəni. izoda, Emil, bir izoda 3 kəmiyyətdən biri sabit olmalıdır. 3 kəmiyyət hansılardır? P, V, T. Əgər ikisi bir yerdə sabitdirsə, artıq sən onu izoproses götürə bilmərsən. Axı biz demişik bütün izolarda kütlə sabitdir. Burada isə kütləni dəyişəcəyin. Və biz baxırıq ki, sabit həcm deyir. V bərabərdir konstant. Qrafikdən görürük ki, başqa nə sabitdir, Emil? T konstantdır. Və Evet. P-ni tapanda P bərabərdir. M RT bölünsün. M vur V'dir. Baxın, ideal qazda bu molyar kütləni dəyişmir götürürük. Molyar kütlə də sabit olsun. Bir dənə təzyiq nədən asılıdır? Kütlədən. Baxıram ki, təzyiq 150-dən 100-ə gəlib. Təzyiq 1.5 dəfə azalıbsa, deməli O da 1.5. kütlə də 1.5 dəfə azalıb. Məsələn, bir sual var deyə qəbulda. 30 litrlik qab. Leyla. İçərisində müəyyən qədər qaz var idi. Bu qazın yarısını kənara buraxanda həcm dəyişirdi, dəyişmirdi. Amma nə azalırdı? Kütlə azalırdı, sıxlıq azalırdı, Konsentrasiya. təzyiq azalırdı, konsentrasiya azalırdı. Həcm isə sabit qalır, çünki qaz olduğu qabı tamamilə doldurur. Yəni, əslində belə baxanda məntiqsizdir. Yəni Hansı qalın- Emil məntiqsizdir? Biraz mikrofon yaxın tut, eşitdim səni. Aha, belə səsim yaxşı gəlir. Ay, əla. Ə, Axırda seçmişsinizsə qab. Bəli. Onun içindən yəni nəsə çıxardanda həcm necə dəyişməyə bilər? Hə, tamam rəis. İdeal qaz, ümumiyyətlə həcm nədir? Həcm cismin fəzada tutduğu yerdir, eləmi? Bəli. Qaz olduğu qabı tamamilə doldurur. Qazın öz həcmindən danışmaq məntiqsizdir axı. Yenə də O qabın qabı- içindən çıxır. Qazın həcmindən danışmaq özü, qazın həcmi deyəndə bilsən nəyi nəzərdə tuturuq? Qazın olduğu qabın həcmi. Bəli. Qabın həcmi dəyişmədiyinə görə qazın da həcmi dəyişmir. Biz deyirik yəni məndə də o yer biraz şey qalmışdı. Yəni nəsə çıxırsa o dəyişməmək kimi. Yox, O başa bizə düşdüm. bir şey Amma nə azalır? Sıxlıq azalır, kütlə azalır. Amma o həcmin tərifinə gedəndə tutduğu yer dəyişmir ki, yenə bütün qabı doldurur. Bəli. Bəli. İndi mən su da dolu Aha, qabdan su çıxardım. Su başqa şey icid. İndi su ilə qarışdırma ki, çünki su həcmin saxlayır, formasını saxlamır. Qazsa nə həcmin saxlayır, nə də formasını. Qaz olduğu qabı doldurur tamamilə. Bəli. Və burada ideal, Hava kimi. burada su demir ki. Bəli, başa düşdüm. Müəllim, Temperatura Bəli. yəni bax. P və T üçün makroskopik element kəmiyyətlər deyirik. Bəli, bəli. Tam olaraq nə deməkdir? Yəni makroskopik bütün qaza aid olandır. Məsələn, M0 deyəndə M0 mikroskopikdir. Bir dənə molekulun kütləsidir. Bildin? Amma Bəli. PVT bütün qazın təzyiqi, qazın temperaturu və qazın həcmi. Aydın müəllim. 22. Hansı prosesdə ideal qaz molekullarının orta kinetik enerjisi artar? Yenə təkrar suallardandır. Orta kinetik enerjinin düsturunu bilirsiniz ki, 2D3 KT-dir. Kinetikin artması üçün temperaturun artması lazımdır. Ona görə burada olacaq, deməli, izobar genişlənmə A variantı. Çünki izobar genişlənmənin başqa adı da qızmadır. Cübar qismi. Bəli. 23. İzotermik proses hansı qrafiklər uyğundur? İzotermik prosesdə PV-dən tərs asılıdır. Biri bu. Məsələn, 3-də. bu izoxordur. 2 ola bilməz. Sonra 5 izobardır. Bu da gedir. 4 3 də ola bilər. izotermikdir. 4 də olmaz. Çünki bu da izobardır.
Beləcə cavab oldu 1 və Cavabım. 3. 24. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılı qrafikə əsasən onun təzyiqini tapın. Buradan təzyiqi tapanda P bərabərdir. T bölünsün V-dir. Və T bölünsün V bizə kotangens alfanı verir. Onda nə olacaq? R vurulsun. Kotangens alfa. Bilirsiniz də kotangens alfa necə tapılır? Bucağa bitişik katet bölünsün qarşı katet. Yəni Hə, T bölü V'ni buradan kənarda yazım. Kotangens alfa bərabərdir T bölünsün V. T bölü V. A variant. O, güzel sual. Verilmişlə ideal qazı bir halından iki halına keçir. Hansı mülahizə doğrudur? Burada bu sizə düşməyəsi sual növüdür. Bu adiabat prosesdir və adiabat sıxılmadır. Adiabat sıxılmada həcm azalır. Həcm azaldığına görə qalan hər şey artır. Məsələn, daxili enerji artır. Temperatur artır. Kinetik enerji artır. Təzyiq artır. Amma sizə düşməyəcək adiabat prosesidir. 26. Verilmiş kütləli ideal qaz bir halından iki halına keçdikdə onun sıxlığı necə dəyişir? Üç Təkrar dəfə artar. sualdır. Təkrar sualdır. Buradan baxırıq ki, izobar prosesdir. Həcm neçə dəfə azalırsa, sıxlıq da o qədər dəfə artar. Çünki rho bərabərdir. M böl V'dir. Salam Səbinə. 27. Hansı qrafik izoxor prosesə uyğundur? İzoxor prosesdə həcm sabit olduğuna görə cavab D bəndi. Məsələn, bu izotermik prosesdir. Belə bir izoproses yoxdur. Bu izobardır. Bu da izoproses deyil. Hə, 27. İdeal qaz həcminin temperaturdan asılı qrafiki hansı proses təsvir olunmuşdur? Həcm sabit olduğuna görə proses olur izoxor. Temperatur Soyuma. azaldığına görə soyuma. A variant. İmkandan belə sual gəlsə çox yaxşı olar. Asan Gələcək böyük çıxarıq ehtimal, vəziyyət. amma əgər ətraflı gəlsə yuxarıda yazdığımız sual kimisi gələcək. 29. Hansı qrafik ideal qaz moleküllərinin istilik hərəkətinin orta kvadrat sürətinin qazın temperaturundan asılılığına uyğundur? Baxın, burada m bərabərdir konstant verdiyinə görə orta kvadratik sürətin bu düsturunu işlədirik. Kök altda 3 RT bölünsün, böyüyəm. Və baxırıq ki, temperaturdan kök altı düz asılıdır. Mənim objet üstünə baxanda da eyni şey olur. Eyni şey olacaq, düzdür. 3 KT bölü M0-dan da getsə eyni olacaq. 30. Verilmiş kütləli ideal qazın həcminin temperaturdan asılığı verilib, təzyiq hansı Bayaq dedik. tapılır? Bəli, təkrar sualdır. P bərabərdir. T bölünsün V'dir. Buradan T bölü Newton'dan V'ni kısa. kotangens alfa yazanda alırıq kotangens alfa vurulsun R. D variant. Aha. Deməli, 31-ci sual. Verilmiş kütləli ideal qaz halının dəyişməsi diaqramı təsvir edilmişdir. Diaqramın AB, BC hissəsində qazın sıxlığı necə dəyişər? Bax, qəşəng sualdır. Çətin sual deyil, amma qəbula gələ biləcək sualdır buradan. Öncə AB prosesinə baxırıq. AB prosesinin adını yazsaq, proses olacaq izobar, Qızma. genişlənmə ya da qızma. Genişlənmə prosesidirsə, yəni temperatur artırsa, burada həcm artır, həcm artırsa sıxlıq Azalır. azalır. Deməli, AB prosesində sıxlıq azaldı. Sonra keçdik BS prosesinə. BS prosesi oldu izoxor Soyuma. soyuma. İzoxor prosesdə isə sıxlıq sabit Sıxlıq qalır. dəyişimi. Hı -hı. Sıxlıq ona görə sabit qalır ki, rho bərabərdir M bölü V'dir. Kütlə sabit, verilmiş kütlədir. Həcm də sabitdirsə, sıxlıq da sabit qalacaq. Ona görə A-dan B-yə sıxlıq azaldı. Digərində dəyişmədi. Cavab C bəndidir. Hə, ben Mənim izobarların adlarını deyin də, bir dənə mən yadımdan çıxıb. İzobarın adı. İzobar Yəni, genişlənmə ya da qızma. Biri də var ya, o bir sansı. İzobar soyuma ya da sıxılma. Mənbə o adlar var idi. Charles, sonra Alimlərin Charles adları. Gunn. Çıxarılma. Hə, hə. Məsələn, Boyle-Marriott izotermik prosesdir. Sonra Gay-Lussac izobar prosesdir. Charles-dakı izoxor prosesdir.
Onu soruşurlar mənim ətrafımda. Yəni Bir dəfə eşitmişdim ki, ona ətraflıda yox, yazmayana bal ətraflıda vermirlər. yox da şey sualında. Yəni izotermik əsas yadda saxlayın, izotermik Boyle-Mariotte qanunudur. Mhm. İzotermik Boyle-Mariotte və məncə irəlidə o sual çıxacaq onsuz da qarşımıza. Tamam. Sonra izobar Gay-Lussac qanunudur. İzoxor da ki, Charles. Charles qanunudur. Müəllim. Bəli. Orada Mariotun sonunda T var. İzotermi yadda saxlamaq olur. Charles da deyəndə ki, insan şara bənzəyirdi. Həzm yada düşür. Yaxşıdır, bax, qəşəng əlaqələndirmisən. 32. Sabit təzyiqdə verilmiş də ideal qazın temperaturunu 1.5 dəfə artırdıqda həcmi 0.7 artmışdır. Qazın başlanğıc həcmini hesablayın. Yenə Yenə buradan sual. yazacağın ki, V1 üstə gəl 0.7 bölünsün V1 bərabərdir 1.5-ə. Çünki temperatur, daha doğrusu təzyiq sabitsə, temperaturla həcm düz mütənasibdir. Çarpaz vuranda V1 üstə gəl 0.7 bərabərdir 1.5 V1-ə. Buradan da 1. 0.5 V1 bərabərdir 0.7 V1 bərabərdir 1.4. Bu deyəsən dünən də aerohidrostatikanın içərisində olan suallardan idi. Hə. 33. Bağlı qabdakı ideal qaz 14 Kelvin qızdırdıqda onun təzyiqi 7% artır. Qazın başlanğıc temperaturunu hesablayın. Topluda da problem yaşanan suallardandır. Deməli, burada V bərabərdir konstantdır. Və bağlı qab onsuz da demişdi. Temperaturla təzyiq bir-biri ilə düz mütənasibdir. Ona görə yaza bilərik ki, T2 bölünsün T1 bərabərdir. P2 bölünsün P1, bu da bərabərdir. 7% artmaq 1,7 dəfə artmaqdır. Çünki faiz bilirsiniz də, ədədin %1-idir. Məsələn, 20% artmaq neçə dəfə artmaq idi? 1.2 1.2. 1,2 dəfə. Onda buradan yazacağım 1,7 P1 bölünsün P1. Yəni cavab 1,7-dir. Bu nisbət. Sonra T2-nin əvəzinə yazıram T1 üstəgəl 14 bölünsün T1 bərabərdir 1,7. Çarpaz vuranda T1 üstəgəl 14 bərabərdir 1,7 T1-ə. 0,7 T1 bərabərdir 14-ə. T1 bərabərdir 14 böl 200. 0,7. Düzdür. Yəni 1400 böl 7 cavab 200-dür. Keçən sualda faizi. Hə. Faizlə dəfə arasında əlaqə yaratmaq lazım. sualıdır. Son illər Hə. düşməyib belə sual qəbulu, amma topluda belə sual çoxdur. Özdə ardıcıl harca 20-30 dənə sual var. Hazırlaşırlar da. Yazma olar. Salmayacaqlar, indi salacaqlar. Yazma olar. Şeylə faizlə Çətin əlaqə. deyil, yazmaq olar. Elədir. Tamam, deyirəm. Deməli, sualda belə bir şey var. Bizə deyir ki, təzyiq 7% artıb. Faiz ədədin %1 idi. Ona görə 7% artmaq 1,7 dəfə artmaqdır. Bağlı qab dediyinə görə izoxor prosesdir. İzoxorda da temperatur təzyiqlə düz mütənasibdir. T2 böl T1 bərabərdir P2 böl P1. Bunu bərabər elədik 1,7-yə. Sonra Leyla temperaturu bu şəkildə yazdım. T1 üstəgəl 14 14. bölünsün T1 bərabərdir 1,7. Bunu həll 200. edəndə buradan aldıq 200. (14) Molekulların konsentrasiyasının vahidi hansıdır? Konsentrasiyanın düsturunu yazanda N bərabərdir N böl V. Vahidi də 1 böl metrin kubudur. Ya da metr üstü mənfi 3. Müəllim, yuxarıdakı sualın variantı nə oldu? C bəndi cid 200. Tamam müəllim. Qarayla işarələmişəm, görünmüyor. 35. Silindirdə porşun altında olan buxarın izotermik sıxılması zamanı halının dəyişməsi diaqramı təsvir olunub. Diaqramın AB və BC hissəsində buxarın kütləsi necə dəyişər? Bu əslində bu prosesə aid bir sual deyil, doyan buxara aid bir prosesdir. Çünki burada izotermik sıxılma deyir. AB prosesi ideal qazdır, yəni A-dan B-yə doymayan buxardır. Çünki baxırıq ki, normal izotermik kimi aparır özünü. PV-dən necə asılıdır? Tərs. Və həmin hissədə kütlə sabitdir. Kütlə dəyişməz. Amma BC hissəsinə baxıram. B-dən C-yə doyan buxar sıxılır. İzotermik sıxılır. Rho bərabərdir konstantdır. Doyan buxar üçün sıxlıq dəyişmir. M bərabərdir rho V-dən. Həcm azalırsa buxarın da kütləsi azalar. AB dəyişməz, BC azalar. İndi deyə bilərsiniz ki, mən hardan biləcəm ki, bu doyan buxardır?
sualı diqqətlə izləyirsən. Sualı izləyəndə baxırsan ki, sənə izotermik proses deyir. İzotermikdə PV-dən tərs asılı olmalıdır. Burada bir problem yoxdur. AB tam olaraq biz deyəndir. Yəni ideal qaz qanunlarına tabedir. Amma digər hissəyə baxırsan ki, burada artıq bu proses izotermik deyil. Mən də bayaq nə dedim? Əgər bir prosesdə P və T-dən birdən çoxu sabitdirsə, bu izoproses sayılmır. Ona görə BC ideal qaz qanunlarına tabe deyil, doyandır. Doyan buxarda da həcm azalırsa, kütlə azalır. Buxarın kütləsi azalır. 36. Sabit təzyiqdə ideal qazın həcminin temperaturuna asılı qraf verilmişdir. Hansı hissədə qazın kütləsi azalar? Yenə önəmli suallardandır. İlk baxanda görünməyən suallardandır bunlar. Sabit təzyiq deyir, təzyiq dəyişmir. Mendeleev-Clapeyron'u yazırıq. PV bərabərdir. M bölək M RT. Bu düsturdan M'i tapanda M bərabərdir. PVM bölünsün RT. Deməli, təzyiq dəyişmədiyinə görə təzyiqlə bir işimiz yoxdur. R-lə işimiz yoxdur, M-lə işimiz yoxdur. Bizi maraqlandıran hansı kəmiyyətlərdir? Bir V, bir də T. Və kütlənin azalmağı lazımdır. Kəsirin xassəsindən bilirsiniz ki, kəsirin azalmağı üçün, yəni kütlənin azalmağı üçün ya həcmin azalmağı lazımdır, ya da temperaturun artmağı lazımdır. Ona görə də cavab 1, 2, bir də ki, həcmin azalmağı, üzr istəyirəm. Azalmaq deyib artmağı götürürəm. Bircə saniyə. 1, 2 olacaq, düzdür. Bu izoxor olacaq. 1, 2 olacaq. Bir şey deyim. Bircə saniyə Leyla, bitirim sualı, sonra sən fikrini bildir. Deməli, həcmin temperaturun artdığı hissəyə baxıram. Ona görə də 1, 2-də 1-dən 2-yə temperatur artdığına görə kütlə azalacaq. Bir də həcmin azaldığı hissə, yəni 2-dən 3-ə. 1, 2 və 2, 3 cavab B variantı. D, Leyla. İndi sabit təzyiq normalda bir P konstant götürürük. Deyirik ki, bu izobart Burada düzdür. götürə bilmərsən axı Leyla. Mən onu demək istəyirəm. Axı burada V də konstant olmuş olur. Yəni V də də bunların konstant. heç biri izoproses deyil ki, İcid. Bəs bayaqdan nə deyirəm İcid? Əgər birdən çox sabit varsa bu izoproses sayılmır. PVT-dən gedir ha söhbət. Amma bu P konstant deməsə oradakılar izoproses sayılır Bəli, da. P konusu deməsəydi izoproses baxardıq. 2 dənə izoxor, 2 dənə də izotermik olardı. Hmm. Və onlarda da kütlə dəyişməzdi ümumiyyətcə. Burada sadəcə nə elədik? P-ni konus götürdüyümüzə görə kütlənin asılı olduğu kəmiyyətlər bunlardır. Kütlə asılıdır bir həcmdən, bir də temperaturdan. Və kütlənin azalması deyir. Kütlənin azalması üçün həcmin azalmağı lazımdır. Həcm azalıb 2-3-də. Temperaturun artmağı lazımdır. Temperatur artıb 1-2-də. İzoproses olmayanda əsas təni ilə baxırıq hər Bəli. şeyə onda. Ümumiyyətcə burada fikir verirsənsə, sualların demək olar hamısı Mendeleev-Clapeyron'a gəlir. 37. Bəli. Sabit həcmdə verilmiş kütləli ideal qazın temperaturunu 3 dəfə artıranda onun təzyiqi 500 azaldı. Yox, azaltdıqda 500 azaldı. Qazın təzyiqinin əvvəlki qiymətini nə qədər idi? Sabit həcm dediyinə görə burada yazırıq V bərabərdir konstanta. V konstantsa temperaturla təzyiq düz mütənasibdir. Yaza bilərəm ki, deməli P1 bölünsün P2 bərabərdir T1 böl T2, o da bərabərdir 3. Yəni temperatur 3 dəfə azalıbsa təzyiq də 3 dəfə azalıb. P1-i olduğu kimi saxlayıram. P2-nin yerinə yazıram. P1 çıxılsın 500. Çünki deyir ki 500 azalıb. Bu bərabərdir 3-ə. Çarpaz vuranda buradan alıram P1 bərabərdir. P1, 3P1 çıxılsın 1500. 2P1 bərabərdir. Deməli 1500-ə. P1 bərabərdir 750. 750-dən 500-ün çıxanda qalır 250. 750-ni də 250-yə böləndə həqiqətən 3 dəfə eləyir. Həcm sabitdir. Temperatur neçə dəfə azalıbsa, təzyiq də o qədər dəfə azalır. Mən bir sual verə bilərəm. Əlbəttə Emil. Biz P2 böl P1 bərabər T2 böl T1 yazsaq, Hı -hı. Olar. Onda 3də 1 bərabərləşdirəsən. üstəlik. P2 çünki təzyiq azalıb, bax temperatur da azalıb. T2 böl T1 bərabərdir 3də 1-ə. İcid axı deyir temperatur 3 dəfə azalıb, yəni T2 T1-dən 3 dəfə azdır. Bəli, başa düşdüm. 38.
Hansı prosesdə verilmişdə ideal qazın temperaturu artar? Burada adiabat sıxılmada temperaturu artır. Yenə deyirəm, bunlar əslində qalsa sizə düşməyəcək bu adiabat prosesi, amma adiabat sıxılmada temperaturu artır. Çünki adiabat sıxılmada qaz mənfi iş görür, xarici qüvvələr qaz üzərində müsbət iş görür. Bu da onun daxili enerjisini artırır. Daxili enerji artdığına görə temperatur da artır. 39. Verilmiş kütlə ideal qazın sıxlığının onun mütləq temperaturuna asılı qraf verilmişdir. Hansı ifadələr doğrudur? Prosesin adı nədir Leyla burada? Rodo. Bəli, Sıxlıq. izoxor, Soyma. soyuma. Həcm artır, yanlışdır. Həcm azalır, yanlışdır. Həcm dəyişmir, doğrudur. Təzyiq artır, yanlışdır. Təzyiq azalır, doğrudur. Çünki izoxor prosesdə temperaturla təzyiq düz mütənasibdir. 40-cı sual. Verilmiş kütləli ideal qaz A halından B halına keçdikdə onun sıxlığı necə dəyişər? Deməli, birinci prosesin adına baxsaq. Burada hansı prosesdir? İzotermik İzotermik sıxılma yox, genişlənmə. genişlənmə. Və izotermik prosesdə təzyiqlə sıxlıq düz mütənasibdir. Deməli, izotermik genişlənmədir və bizə deyir ki, sıxlıq necə dəyişər? Məsələn, izotermik prosesdə P ilə V bir-birindən tərs asılıdır. Ona görə də P ilə ρ bir-birilə düz mütənasibdir. Təzyiq neçə dəfə azalırsa, sıxlıq da o qədər dəfə azalır. Və yaxud bunu başqa cür necə izah edə bilərsiniz? Deyirsiniz ki, izotermik proses olduğuna görə təzyiq 4 dəfə azaldı. Təzyiq 4 dəfə azaldısa, həcm 4 dəfə artdı. Həcm 4 dəfə artırsa, verilmiş kütlədir, sıxlıq 4 dəfə azalır. Çünki ρ bərabərdir m bölü v-dir. Mən belə yazdım, mən belə düşündüm. Aha. Əslində Mendeleyev Klayperonu da gətirmək olar, Aycət. Çünki P-nin belə bir düsturu var. P bərabərdir ρ-RT bölünsün m-dir. Bu düsturdan ρ-nu tapanda ρ bərabərdir P-m bölünsün RT-dir. Temperatur sabit, R sabit, M sabit. Təzyiq 4 dəfə azalırsa, elə sıxlıq da 4 dəfə azalır. Bu da Mendeleyev Klayperondan gələn düsturdur. 41. Hansı proses verilmiş kütlə ideal qazın izobar qızmasına uyğundur? İzobar prosesdə təzyiq sabit və həcmlə temperatur bir-birlə düz mütənasibdir. Ona görə uyğun qrafik budur. 1-4. Bəli. 42. 30 Selsi temperatur 3 kiloqram su, 80 Selsi temperatur 3 kiloqram su ilə qarışdırılır. Qarışığın son temperaturu yenə qaralaşmış temperaturdur. Teta bərabərdir. Eyni maddə olduğuna görə M1T1 üstəgəl M2T2 bölünsün M1 üstəgəl M2-dir. Kəmiyyətləri yerinə qoysaq, 30 vurulsun 2 üstəgəl 80 vurulsun 3, aşağıda da 2 üstəgəl 3. 60 üstəgəl 240 bölünsün 5. 300-ü də 5-ə böləndə cavab olur 60. Qırx üç. Yenə bu hansı buxara aid olan bir sual dəsinə qalsa? Doyan doymayan. Doyan Doyan doymayan. doymayan. 1-2 doymayan, 200 doyan. 1-2 doyandı Ecid. Çünki 1-2 bizim o öyrəşdiyimiz qrafik formasında deyil axı. Kvadratika bənzəyir. Ona görə də çünki doyan buxar deyir ideal qaz qanunlarına tabe deyil. 1-2 doyan buxardır. Altında yer saxlayaq, lazım məlumat yazmaq üçün 2-3-ə baxsaq, 2-3 isə doymayan buxardır. Məsələn, bura baxırıq, qapalı qab deyir. Qapalı qab dediyinə görə, Rafael, bu hansı prosesdir? Adiabat. Yox, Ecid, izoxor. Bildim adiabat niyə deyirsən, ətrafla istilik mübadiləsində olmadığına görə. Amma qapalı qab izoxor prosesdir. Bizə deyir ki, mayenin üzərindəki buxarın molekullarının konsentrasiyası temperatur asılığı verilmişdir. Bu verilmiş hissələrdə buxarın kütləsi üçün hansı ifadələr doğrudur? Doyan buxarın temperatur artanda konsentrasiyası sıxlığı artır. M də bərabərdir ρV-dir. V dəyişmir. Rho artırsa, deməli buxarın kütləsi artır.
Bax 1 2 də artır. 2 3-də isə kütlə sabitdir. Ona görə artar, dəyişməz. Cavab Y variantıdır. Hətta Qəşəng sualdır. buna uyğun bir qrafik çəkə bilərik. Baxın, buxarın kütləsinin temperaturdan asılılığını istəsə, belə bir qrafik çəkəcəyin. Başlanğıcda müəyyən bir buxar kütləsi götürək, yəni sıfırdan başlatmayaq. Bax, belə bir qrafik. Bu 1, 2, bu da 3. Mən 1-2 doyandı, 2-3 doymayandı. Bəli, doyan hissədə buxarın kütləsi artır, doymayanda isə artıq buxarın kütləsi dəyişmir, sabitləşir. Onda biz doyanda həmişə ancaq bir dənə düstur, ən bərabər Robiyə baxırıq da həmişə. Kütlənin dəyişməsi həmişə ona görədir, Cid. Məsələn, izoxor prosesdə sıxlıq artanda buxarın kütləsi artır. Bilirsən niyə? M rho V-də axı, V dəyişmir. Rho artırsa kütlə artacaq. Müəllim, o hansı düsturdan çıxır? Rho artanda kütlədə. Yox, T artır. Hə, rho artanda T-nin artmağını deyirsən. Bəli. Bu sırf icid doyan buxar üçündür. Çünki doyan buxar üçün ən önəmli kəmiyyət temperaturdur. Doyan buxarın temperaturu artırsa, onu da qrafikdən görürsən də artdığını. Bəli, Buxarın görürəm. sıxlığı artır, görmürsən? Görürəm, onu Görürsən. görürəm. Yəni, Sıxlıq artır, buxarın konsentrasiyası artır, buxarın təzyiqi artır, buxarın kütləsi artır. Suyun kütləsi isə azalır. yəni bu bir qayda kimidir. Bəli, qayda kimidir. Həm də ki, qayda kimi deyəndə ki, qapalı bir qab düşün. Bax, belə bir qab var. Həcmi dəyişməyən bir qab var. Bu qabın Bəli. içərisində su var. Suyun da üzərində buxar, doyan buxar deyək biz buna. Sən suyu qızdırdıqca, bu altdan bunu qızdırsan, buxarın kütləsi nətər dəyişəcək? Qızdırdıqca Artar. buxarın kütləsi artar. Həcm dəyişmədiyinə görə kütlə artırsa, sıxlıq da artır. Çünki rho bərabər m bölü v-dir. Onda konsentrasiya da artır. Onda təzyiq də artır. Bəli, indi Düzdür? daha yaxşı. 44. Verilmiş kütləli ideal qazın adiabat genişlənməsində onun təzyiqi və temperaturu necə dəyişər? Ümumiyyətcə, adiabat genişlənmədə qaz özü iş görür. Qaz özü iş gördüyünə görə daxili enerji azalır. Daxili enerji azaldığına görə təzyiq azalır, temperatur azalır, sıxlıq azalır, konsentrasiya azalır. Adiabat genişlənmədə həcm xaric hər şey azalır. Sabit qalan bir dənə kütlədir onda. Orada o kütlə sabitdir deyə bilərikmi? Hə, kənarla maddə mübadiləsində olmadığına görə deyə bilərik. %45. İzobar soyudulan verilmiş kütlə ideal qazın temperaturunun zamandan asılı qrafik verilmişdir. Bu qazın həcminin zamandan asılı qrafiki hansıdır? Deməli, izobar proses tərəfi nəyi sabit götürürdük? Yəni, Təzyiqi. Təzyiq sabitdirsə, temperaturla həcm bir-birinə necə asılıdır? Düz asılıdır. düz. Bunlar bir-birindən düz asılı olduğuna görə icid. Temperaturun qrafikin hansı formada verirsə, həcmin qrafikində eyni formada Eyni götürəcək. formada olmalıdır. Bəli. Tamamən eyni. Çünki bunlar düz asılıdır axı. Düz asılıq nə deməkdir? Kəmiyyətlərdən biri artanda o birisi də o qədər dəfə artır. Müəllim, əslində biraz çaşdırıcı sualdır. Çox Mən B çaşdırıcı yazmışdım. sualdır. İcid, çox çaşdırıcıdır. Çünki bilirsən niyə? Belə bir izoproses falan görməmişik axı biz. Amma sadəcə bu o Bəli. düz asılığı yadda saxlamağımız üçündür ki, izobar prosesdə temperaturla həcm düzdür. Yəni qrafikləri eyni formada olacaq. 46. Sabit temperaturda verilmiş kütləli ideal qazın həcmini 1.3 dəfə artırdıqda onun təzyiqi 1.3 dəfə azalar. Çünki tərs asılıdır. 47. Sabit kütləli ideal qazın, bu da təkrar sualdır. 3 halı VT diaqramı vermişdir. 1, 2, 3 nöqtələri göstərmişdir. Təzyiqləri müqayisə edin. Buradan Temperatura yaxın olan böyük. T-yə yaxın olan böyük olur. Çünki Bəli. P-ni tapanda P bərabərdir. Nüertə bölünsün V-dir və eyni xəttin üzərindəki, eyni izobarın üzərindəkilər eyni olur. Ona görə yazacağın V1, daha doğrusu P1 bərabərdir P2-yə, daha Böyükdür. doğrusu P3-ə. B3-ə. Bəli, eyni xətt olardı. P1 bərabərdir P3 və böyükdür
P2-dən. Baxın, xətt deyəndə koordinat başlanğıcından başlayanlardan gedir ha söhbət. Yəni izobarlardan gedir. Çünki izobarda VT-dən düz asılıdır. Bu nöqtələrdən bir 3-ə bərabərdir, böyükdür 2-dən. Müəllim, bir şey deyə bilərəm. Bu xəttlər çəkdik. Biz əvvəlki elə suallar var idi. Onlarda da xəttlər çəkdik. Nəyin nədən asılılığı olanda çəkə bilərik Ümumiyyətcə, həmin o xəttləri? diaqramda koordinat başlanğıcından xəttlər çək. Əgər nisbət varsa, nisbətə bax. V/T nisbəti var axı. Nisbət varsa, xəttləri çək. Koordinat T başlanğıcından. bölü. Hə, o nisbətdə məsələn bizim nisbətdə qrafikdəki məsələn Bəli, qrafikdə qrafikdəki cəmiyyətlər var. aşağısını hə olmalıdır. Tamam. Müəllim, Bəli, ya 46 variantına baxardım. tamam. A bəndi. Tamam müəllim. 47 də A-dır, 48. Hansı proses verilmiş kütlə ideal qazın izobar genişlənməsinə uyğundur? İzobar proses P sabit, genişlənmə həm də qızmadır. Cavab 1-3-dür. 49. Bir atomlu ideal qazın daxil enerjisinin ən kiçik qiymətinə diaqramdakı hansı nöqtəyə uyğundur? Daxil enerjinin düsturunu yazıram. U bərabərdir. 2-də 3 P V. Ən kiçik dediyinə görə burada fikir verirsən, hasildir artıq Məhəmməd. Hasil olanda ən Bəli. böyük ikisinin də böyük qiymətidir, ən kiçik də ikisinin də kiçik qiymətidir. Ona görə cavab olacaq 1. Ən böyük desəydi 3-ü götürərdin. Da burada xətt çəkmirsən ha, çünki nisbət deyil, hasildir. Hə, hasildir. Amma Allah, nisbət olanda çəkirəm. Tamam. 50. Verilmiş də ideal qazın üzərində parlayan göstərmiş proses zamanı hansı kəmiyyətlər sabit qalır? Prosesin adına baxsaq, bu olur izotermik, çünki rho P-dən düz asılıdırsa, izotermik. Məsələn, Geniş. burada xətti tam görmürəm, yuxarı getdiyini düşünüm, ona görə izotermik. Təsəvvür edin, imtahanda da Sıxılmayaq. belə xətti verirlər, bilinmir yuxarıdan Yox, elə aşağı. bir şey olmaz, bu PDF-ə görə olan problemdir. Temperatur sabit qalır. Temperatur sabitdirsə, orta kinetik enerji sabit qalır. Cavab 1 və 3-dür. Çünki orta kinetik enerjini bilirik ki, yalnız temperaturdan asılıdır, hətta termometrlə ölçülür. 51. Verilmiş qazın kütləsini 3 dəfə azaltdıqda maddə miqdarı necə dəyişər? Kütləni 3 dəfə azaltdıqda maddə miqdarı da 3 dəfə azalar. İşte Çünki nü bərabərdir, m bölünsün m-dir. 52. Bağlı qabdakı ideal qazı 150 Kelvin qızdırdıqda onun təzyiqi 50% artarsa, qazın başlanğıc temperaturunu hesablayın. V konusdur. Deməsə belə bağlı qab V konus deməkdir. 50% artmaq neçə dəfə artmaqdır? 1,5 dəfə. Yəni yaza bilərik ki, P2 bərabərdir 1,5 P1 və T2 bərabərdir T1 üstəgəl 150. İzoxor prosesi olduğuna görə yaza bilərik T2 bölək T1 bərabərdir P2 böl P1. Bu da bərabərdir 1,5-ə. Gətirib T2-nin yerinə T1 üstəgəl 150 bölünsün T1 bərabərdir 1,5. Çarpaz vuranda T1 üstəgəl 150 1,5 T1-ə bərabərdir. T1-ləri bir tərəfə keçirsəm 0,5 T1 bərabərdir 150 T1 bərabərdir 300. Deməli, başlanğıc temperatur 300 Kelvindir. 300-ün üzərinə 150 gələndə 450 eləyir. 450-ni 300-ə böləndə həqiqətən 1,5 verir. Yenə dəfə ilə artım arasında əlaqəsi olur. Müəllim, bir də yuxarıdakı sualı verirdiniz. Tamam müəllim. Maddə miqdarı kütlədən düz asılıdır. Saydan da düz asılıdır. Daha iyi. Yenə təkrar suallardandır məncə. Bizə deyir ki, verilmiş ideal qazın halının dəyişməsi diaqramı təsvir edilmişdir. AB və BC hissəsində qazın sıxlığı necə dəyişər? Deməli, AB prosesini adlandırsaq, AB olur izoxor qızma. Ya, burada sıxlıq dəyişmir. Sonra BC-yə baxırıq. BC izobar, soyuma. Soyuma ya da sıxılma. Artar. Ona görə burada sıxlıq artır. Dəyişməz, artar. (54) Sabit təzyiqdə ideal qazın həcminin mütləq temperaturasında qraf vermişdir. Hansı hissədə kütlə artır? Bayaqki sualdır, bənzəridir.
Yenə kütlənin Mendeleev-Kleyperondan çıxarsaq, PV bərabərdir M bölünsün M RT. M-i tapanda M bərabərdir PV M bölünsün RT. Digər kəmiyyətlər sabit olduğuna görə bizi maraqlandıran bir həcm, bir də temperaturdur. Kütlənin artmağı üçün, M-in artmağı üçün həcmin artmağı, temperaturun azalmağı lazımdır. Həcm artır 4-1-də, temperatur azalır 3-4-də. Buna görə 4-1 və 3-4 cavab D variantıdır. Təzyiq sabitdir, R sabitdir, M sabitdir. Sadəcə V ilə T-yə baxırıq. M-in, yəni kütlənin artmağı üçün həcmin artmağı, temperaturun da azalmağı lazımdır. 55. Burada da həcmin tapın deyir. Həcmi tapanda yazırıq V bərabərdir. NÜRT bölünsün P-yə. NÜR-i yerində saxlayıram. Yenə T böl P-ni yazıram kotangens alfa. 56. Qrafik vermişlə ideal qaz üzərində hansı prosesə uyğundur? Deməli, burada temperatur sabit olduğuna görə bu olur izotermik. Genişlənmə. Həcm artdığına görə bəli, genişlənmə. Məncə Y-dədir mən. Ola bilər. Y var. Hə, buradadır. Gördüm. Y bura düşür bax. Hı. 57. 1 böl mol hansı fizik cəmiyyətin vahidinə uyğundur? Buyurun gənclər, hansı fizik cəmiyyətdir? Avogadro sabiti. Düzdür, Avogadro ədədidir. Məsələn, qravitasiya sabitinin vahidi deyil, çünki qravitasiya sabitinin vahidini yazanda bu Newton vurulsun metrin kvadratı bölünsün kiloqramın kvadratıdır. Vahidi. Qiyməti altda 167-dir. Universal qaz sabitinin vahidini yazanda Joule Joule bölünsün bölünür Kelvin Kelvin. vuraq moldur. Planck sabitinin vahidini yazanda Planck sabiti bilirsiniz hardadır? Y bərabərdir H nü-də. H-ı Hı. tapsaq Y bölü nü-dür. Yəni Joule vurulsun saniyədir. 1 böl mol Avogadro ədədidir. Çünki bu nü-nün düsturlarından biri n bölünsün na-dır. Buradan na-nı tapanda n böl nü, bu da 1 böl mol kimi yadda saxlayın. Mənim orada bir də şey idi. Neydi olmadı? Boltzmann sabitinin vahidi Joule böl Joule böl Kelvin. Kelvin idi də. Bəli. Tamam. 58. İdeal qazın mütləq temperaturun 1,21 dəfə azalır. Qaz moleküllərinin orta kvadrat sürəti necə dəyişir? Düsturu yazanda kök altda 3 KT bölünsün M0-dır. Yəni 1,21 dəfə azalanda 1,1 dəfə azalır. 59-da deməli qazın həcmi eyni sualdır, təkrar sualdır. V-ni tapanda V bərabərdir. NÜRT bölünsün P, T böl B kotangens alfadır. Ona görə ifadə olur NÜR kotangens alfa. 60. Hansı proses verilmiş kütləli ideal qazın izobar sıxılmasına uyğundur? İzobar sıxılma. İzobar prosesdə VT-dən düz asılıdır. Sıxılma olduğuna görə də azalan hissəni götürməliyik. Yəni cavab 1,6-dır. 61. Hansı qrafik verilmiş kütləli ideal qazın izobar qızmasına uyğundur? İzobar qızmada ρT-ni tapmalıyıq. İndi buradan bir şey əlaqələndirək. Öncə ρ-nu tapanda ρ bərabərdir P-in bölünsün RT. Bu düsturdan görürəm ki, ρT-dən necə asılıdır? Əgər təzyiq sabitdirsə. Tərs Tərs. asılı. İzobar prosesdə ρT-dən tərs asılıdır. Qızma olduğuna görə artmanı göstəririk. Yəni cavab Y bəndidir. Bunu belə də yadda saxlaya bilərsiniz. İzobar prosesdə, yəni P bərabərdir konstant olanda temperaturla həcm bir-biri ilə düz mütənasibdir. Ona görə də temperaturla sıxlıq bir-biri ilə tərs mütənasib olur. Çünki deyə bilərik ki, qızma, temperatur artmaq, qızmaq temperatur artmaqdır. Temperatur artanda həcm artır. Həcm artırsa sıxlıq azalır, konsentrasiya azalır. Söhbət izobardan gedir. Müəllim, Bəli. bu PDF-i bizə atmısınız qrupa. Məncə göndərməmişəm, göndərərəm İcid. Hə, tamam. 55-də variant qeyd edilmə yadımdan çıxıb. Var ya.
55'də A variantı. Sağ olun mən. Sən sağ ol Cid. 62. Hansı prosesdə ideal qaz moleküllərinin orta kvadratik sürəti azalır? Orta kvadratik sürətin azalması üçün temperaturun azalması lazımdır. Genişlənmə olmaz. Adiabat genişlənmədir cavab burada. Yəni izotermik genişlənmə olmasa, niyə adiabat genişlənmə? Çünki adiabat genişlənmədə temperatur azalır. Temperatur azaldığına görə orta kvadratik sürət də azalacaq. 63. Avogadro sabit ədədi qiymətcə nəyə bərabərdir? 1 mol maddədə olan molekulların sayına. Bayaqki düşərgə. Hı -hı. 64. Hansı proses verilmiş kütləli ideal qazın izobar soyumasına uyğundur? İzobar Verilmiş. soyuma 1,6. 65. Təkrar sualdır məncə. Bizdən soruşur ki, qapalı qabdakı maye üzərində buxar molekullarının konsentrasiyasının temperaturdan asılılıq verilmişdir. Buxarın kütləsi üçün hansı ifadə doğrudur? Yenə bilirik ki, 1,2 doyandır. Və temperatur artdığına görə sıxlıq artır. Sıxlıq artdığına görə buxarın kütləsi artır. 2,3 doymayan. Orada isə kütlə sabit qalır. Doymayan hissədə kütlə dəyişə bilməz. Ona görə 1,2 artar, 2,3 dəyişməz. C bəndi. C. 66. PM bölək Royer hansı fizik əməliyyata uyğundur? Deməli, əslinə qalsa bunu Mendeleev-Kleyperondan çıxarılışını eləyək. Çünki əzbərləməyinizi istəmirəm. Mendeleev-Kleyperon rahat yadda qalıb. Bəncə hər kəs bilir düsturu. PB bərabərdir M bölü M RT. Biz bu düsturdan P-ni tapası olsaq, P bərabərdir M RT bölünsün V vur M. Və mən burada M bölü V-nin yerinə nə qoya bilərəm? Ro. Rom. Rho-nu. Onda ifadə olur Rho RT bölünsün M. Və biz bu düsturdan T-ni, yəni temperaturu tapanda T bərabərdir PM bölünsün Rho R-dir. Qazın mütləq temperaturu. Bəli, Emil. Sıxlığın düsturundan çıxmır hə bu. Sıxlığın düsturundan çıxır elə icid. Yəni rho bərabər PM böl RT yazıb oradan T əvəz edə Əlbəttə, bilərik. yenə tapsan Rho bərabərdir. Əgər o düsturu əzbər bilirsənsə PM bölü RT elə o da oradan çıxır. Bəli, bilirəm. Mən hələ elədim onca sonra. Heç bir problem yoxdur, eləmək olar. 67. İzoxor qızdırılmada verilmiş kütlədə ideal qazın temperaturunun deməli zamanla asılığı verilmişdir. Bu prosesdə təzyiqin izoxor prosesdə təzyiqlə temperatur düz mütənasib olduğuna görə eyni qrafik olur. 68. Verilmiş kütləli ideal qazın sıxlığının təzyiqdən asılı qrafiki göstərilmişdir. Hansı qrafik bu qazın təzyiqinin temperaturdan asılığına uyğundur? Birinci proseslərin adlarını yazsaq. 1-2 izotermik sıxılma. Çünki sıxlıq artır, təzyiq artır, deməli həcm azalır. İzotermik sıxılma, deməli 1-2-də burada mən qrafiki özüm çəkim. P-nin T-dən asılığı. İzotermikdir, temperatur sabitdir. Sıxılma olduğuna görə təzyiq artır. 1-2-ni belə çəkirik. 2-3-ə baxırıq. 2-3 izoxor qızma. Çünki təzyiq artır. İzoxor prosesdə də təzyiqlə temperatur bir-birlə düz mütənasibdir. Ona görə prosesi belə davam eləməliyəm. Sonra 3-4 izobar, sıxlıq azalırsa həcm artır, genişlənmə, yəni qızma. Ona görə də izobar qızma da belə çəkiləcək. Bu formada bir qrafik. A variantıdır da deyəsən. Baxın, belə qrafik keçidləri gələ bilər ha. Adın yazaraq pillə-pillə keçsəz daha yaxşı olar. 69 da təkrar sualdır. Adiobat prosesdə, amma 1-2-yə gəldiyinə görə proses adlanır adiobat. Genişlənmə.
Adiabat genişlənmədə həcm artdığına görə daxili enerji azalır. Qaz müsbət iş gördüyü üçün daxili enerji azalır. Burada da elə qazın daxili enerjisi dəyişməz. Yanlışdır. Qazın daxili enerjisi azalar. Cavab Y variantıdır. Genişlənmədə bayaq da dedik, hər şey azalır. 70. İzoxor proses hansı qrafiklərə uyğundur? İzoxor prosesə deməli 1 PT-dən 2-3. düz asılıdır. 2 V sabitdir. Cavab 2, 3. 71. Oo. Verilmiş kütləli ideal qazın, bir atom ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Kinetik enerjinin təzyiqdən asılı qrafiki hansıdır? Birincisi, burada verilən prosesə baxsaq, bu nə oldu? İzotermik Geniş. genişlənmə. Və bilirik ki, Deyil, yəni. bəli, Aslı deyil də, yəni. bəli, orta kinetik enerji də 2-də 3 kT-dir. Əgər temperatur sabitdirsə, orta kinetik də sabit olacaq. Ona görə də kinetik enerjinin təzyiqdən asılılığını çəkəndə kinetik sabit, amma həcm artdığına görə təzyiq azalmalıdır. Bəli, Buna diqqət etmək lazım. Çünki tələskənlikdən B götürmək olar. 72. Verilmiş kütlə ideal qaz izobar olaraq 500 Kelvin qızdırdıqda həcmi 3 dəfə artır. İlkin temperaturu hesablayın. Deməli, izobar prosesdə temperaturla həcm düzmü tənasibdir. Ona görə birbaşa yaza bilərsiniz ki, T2 bölü T1 bərabərdir. V2 bölü V1 o da bərabərdir 3-ə. Və T2 bölü T1-də T2-nin yerinə yazırıq T1 üstə gəl 500 bölünsün T1 bərabərdir 3. Bax, bu son bərabərlikdən buradan çarpaz vuranda T1 üstə gəl 500 bərabərdir 3T1-ə, 2T1 bərabərdir 500-ə, T1 bərabərdir 250. Yetmiş üç. Universal qaz sabitinin vahidi hansıdır? Universal qaz sabitinin vahidi Joule bölü Kelvin vuraq moldur. Joule bölü Kelvin Boltzmann sabitidir. Sonra mol üstü mənfi 1 Avogadro ədədidir. Kelvin üstü mənfi 1 də bu deməli müqavimətin temperatur əmsalının vahididir. İndi R'in vahidi niyə bu şəkildədir? Çünki R bərabərdir K vurulsun NA-dır. K-nın vahidi Joule bölü Kelvin, NA-nın vahidi də 1 bölü mol. Digər üsulda A bərabərdir Newton düsturu var. Bu düsturdan R'i tapanda R bərabərdir A bölünsün Newton. A-nın yerinə Joule vahidlə əvəzləsək, New'nun yerinə mol maddə miqdarıdır, bu da Kelvin. Yəni unutsaz belə də yadda sala bilərsiniz. 74. Hansı prosesdə verilmiş kütləli ideal qazın izobar qızmasına uyğundur? Birinci, izobar prosesdə N T-dən tərs asılıdır. Qızma olduğuna görə burada da temperaturun artdığını götürməliyik. Yəni cavab 1-3-dür. Deyək ki, müəyyənləşdirə bilmirsiniz və sən unutmuşsunuz orada. Onda baxırıq ki, Leyla, 1-2 hansı prosesdir? 1-2 izotermik. 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 Bir izotermik. Bunu atdıq kənara. En azal. Bəli, 1-5 izotermikdir. Bunu da atdıq kənara. 1-4 izoxordur. Bunu da atdıq. Qaldıq 2 variant arasında. Daha 2 variant 1 aldı, bir də 1-3. Qızma dediyinə görə 1-3-ü götürdük. Bəli. 75. Cədvəldə verilmiş kütləli ideal qazın iki müxtəlif halına uyğun təzyiq, temperatur, həcm qiymətləri verilmişdir. Boş xanaya uyğun temperatur qiymətini hesablayın. Bu Klayperon tənliyidir. Klayperon tənliyi nə deyir? Deyir, istənilən qazın təzyiqin həcmə vurub temperatura böləndə sabit bir kəmiyyət verir. Yəni P1 V1 böl T1 bərabərdir P2 V2 böl T2-yə. Birincilər buradadır. Ümumiyyət. Üçü də verib deyə bunu dediniz. Bəli, bəli. Klayperon tənliyi. Ümumiyyətcə Klayperon tənliyi istənilən qazın təzyiqin həcmə vurub temperatura böləndə sabit kəmiyyət verir. Müəllim, onda Klayperon tənliyi doyan doymayan buxarın hər ikisinə aiddir. Yox, reis, doyan doymayan nə aidiyyəti var onun? Yox da istənilən qaza görə. Deyirəm ki, bu qaz buxardan danışmadım. Buxar demirəm, doyan buxar, doymayan buxar. Qaz deyirəm, icid. Ha, istənilən qaz ideal Aha. oldu olmadı. Yaxşı. Aha. Tamam.
İndi burada bu arada ideal olmadı yox. İdeal qaz qanunlarını öyrənirik. Real qazlar üçün biraz dəyişir bəzi şeylər. Hə. Gətirək yerinə qoyaq. Yazırıq P0 vurulsun 3V0 bölünsün T0. Bu bərabərdir. 1,5 P0 vurulsun V0 bölünsün X-ə. İndi hər tərəfdən P0 V0'ları apardım. Buradan alıram ki 1,5 T0 bərabərdir 3X-ə. X də bərabərdir 1,5 T0 bölək 3. Cavab 0,5 T0'dır. Məntiqini anladınız sualın. PV böl T bərabərdir konstantla Bəli. əldə elədik. Ha. Mən bir Asan dəfə sual deyil, eşitmişdim ki, bu iki dənə tənliyi var da, Klapeyron tənliyi, bir də Mendeleyev Klapeyron tənliyidir. Mendeleyev Klapeyron tənliyi istənilən qaz üçün ödənilir, amma Klapeyron yox, Mendeleyev Klapeyron doyan buxar üçün, doymayan buxar üçün də ödənilir, amma Klapeyron doymayan üçün. Klapeyron ideal Elə bir qaz şey var. qanunidir. Ya, elə bir şey yoxdur. Bu əslində Mendeleyev Klapeyron'u orada tətbiq edə bilərik, amma orada biz hesabladığımız doyan üçün yox, doymayan üçün olacaq. Yəni doyan üçün Ha, eləməyəcəyik. onda heç düz deyilmiş orada. Tamam. Emil nə dedin sən? Mən deyirəm ya, bu biraz çətin ağla gələr də. Bunun başqa Bəs görsən son illərin suallarıdır, amma əslinə qalsa orada yəni suala baxanda cavablarla uyğunlaşdırıb getmək olar. elə Axı onu yenə Mən deyirəm. yenə Mendeleyev Klapeyron tənliyin bilirik axı biz. Mendeleyev Klapeyron'a gətirsək, yəni P ilə V bir yerdədir, T də məxrəcdədir, bu formada uyğunlaşdırmaq olar. Məncə bu sual düşəcək bizə də. 100%. Deyirəm. 76. Hansı proses vermiş kütləyə ideal qaz moleküllərinin konsentrasiyası azalar? Deməli, hansı proseslərdə vermiş kütləyə ideal qaz moleküllərinin konsentrasiyası azalar? Konsentrasiyanın düsturunu yazanda n bərabərdir, n bölünsün v-dir. Yəni konsentrasiyanın azalması üçün həcmin artmaq lazımdır. Bura baxırıq. Biri izobar genişlənmədir. Üç. İzobar sıxılma deyil, izotermik genişlənmədir. Şu. İzoxorları da atırıq kənara. Cavab 1,3. Yetmiş yeddi. Kiloqram bölək mol hansı fizik əmətin vahididir? Hansının vahididir bunlardan? Molyar kütlə. Düzdür, molyar kütlədir. Təzyiqin vahidi paskaldır. Sıxlığın vahidi kiloqram böl metrin kubudur. Konsentrasiyanın vahidi 1 böl metrin kubudur. Həcmin vahidi metr kubudur. 78. Porşenlə qapanmış silindrin içərisində verilmiş kütləli ideal qaz var. Hansı prosesdə qaz tərəfindən porşenə təsir edən qüvvənin qiyməti dəyişmir? Möhtəşəm sualdır. İndi burada məsələ qüvvədən gedir. Qazın yarada biləcəyi qüvvə hansı qüvvədir? Təzyiq qüvvəsi. Təzyiq. F təzyiq nəyə bərabərdir? P vurulsun S-ə. Yəni təzyiq qüvvəsinin sabit olması üçün təzyiqin sabit olması lazımdır. İzobar prosesdir bu. Əslində bunun da cavabın, deyək ki, unutsaz, cavablardan çıxarmaq olur. Çünki diqqətlə baxsaz, 2 dənə izoxor var, 2 dənə izotermik var, 1 dənə izobar var. Yəni izobar prosesdə həm təzyiq sabitdir, həm də təzyiq qüvvəsi. 79. Sabit həcmdə verilmiş kütləli ideal qazın mütləq temperaturunu 3 dəfə azaltdıqda həcmi 500 azalar. Qazın təzyiqinin əvvəlki qiyməti nə qədərdir? Təkrar sualdır. 750 deyəsən. Bəli. 750 deyəsən. Bəli, təkrar sualdır. Çünki bunu da belə yaza bilərik. Yazarıq ki, deməli T1 böl T2. T1 bölünsün T2 bərabərdir. P1 bölünsün P2. O da bərabərdir 3-ə. 3 dəfə azalıb. T1'i daha doğrusu buradan P1'i saxladım yerində. P2'nin yerinə yazıram. P1 çıxılsın 500 bərabərdir 3-ə. Buradan da P1 bərabərdir. 3P1 çıxaq 1500. 2P1 bərabərdir 1500. P1 bərabərdir 750.
Müəllim, o sual da dəqiq şeydi də, eyni il idi, 2025 idi. Bəli, Birdən bəli, biri deyirəm bir 4, biri də 1 2008-dən. idi ona görə. Ha, ha, 80. ha, ha. Qapalı qabdakı ideal qazı soyutsaq, onun təzyiqi və sıxlığı necə dəyişər? Qapalı qab olduğuna görə bunu artıq hansı proses götürürük? İzoxor. Ona görə də sıxlıq dəyişməz. Amma soyutduqda təzyiq azalar, çünki divara vurulan zərbələrin sayı azalar. Ona görə təzyiq azalır, sıxlıq dəyişmir. B variantı. Mən düsturla görə bilərik təzyiqin azaldığını. Görə bilərik. P bərabərdir. Hı, Rho RT bölünsün M. aha. Rho dəyişmir. T azalırsa bizə demir soyuma. T Hə, P də azalırsa azalır. deməli təzyiq də azalır. Hə. Verilmiş kütlə ideal qaz üzərində aparılan proseslərin qrafiklə göstərilmiş. Hansı proses qazın sıxlığı azalar? Sıxlığın azalması üçün burada həcmin artmağı lazımdır. Məsələn, 3 proses 1-3-ü götürmürük. Çünki 1-3 hansı prosesdir? İzoxor. İzoxor. İzoxorda sıxlıq dəyişə bilməz. Sıxlığın azalması lazımdır bizə. Sıxlıq azalırsa, məsələn, bunu götürərik 1-2. Çünki 1-2 olur izobar, qızma ya da genişlənmə. Bir də götürərik, deməli 1-6-nı. Çünki 1-6 prosesinə baxsam, bu da izotermik genişlənmədir. Sıxlığın azalması üçün həcmin artmağı lazımdır. Çünki rho bərabərdir. M bölü V'dir. Həcmin də artdığı proseslər 1-2 və 1-6-dır. Müəllim, bir dənə 80-ə qaytararsınız. Mən nəsə onu tam başa düşmədim. 2. Qapalı qabdakı proses izoxor prosesdir. Bəli, sıxlığı başa düşdüm, Sıxlıq dəyişir. dəyişmir, konsentrasiya dəyişmir, təzyiq isə temperatur artanda artır. İstəsən belə də yaza bilərsən. P bərabərdir NKT. İgid. N dəyişmir. Temperatur artırsa, deməli təzyiq də artır. Çünki qaz molekulları olduğu qabın divarlarına zərbələr endirir, Emil. Temperatur artıranda daha çox zərbə vurduğuna görə təzyiq də artır. İndi biz burada hardan bildik temperatur azalır? Soyutmaq. Daha doğrusu azaltmayı bu artırma burada yazmışam. Bu buradan Evet. cavabı. İgid Soyutmaq. soyutsaq deyir. Oxudum müəllim, başa düşdüm, çox sağ olun. 82. Deməli bizə deyir ki, sabit kütlə ideal qazın təzyiqinin temperaturun asılı qrafiki verilib. Prosesə baxsaq, izobar, soyuma ya da sıxılma. Bu prosesi VT-də istəyir. İzobar proses olduğuna görə, deməli VT-dən düz asılıdır. Soyuma VT sıxılma azalır. olduğuna görə bu şəkildə. D variantı. Hı -hı. 83. Verilmiş kütlə ideal qaz üzərində aparılan izoproseslərin diaqramı verilmişdir. Uyğunluğu müəyyən edin. Bu bir prosesində. Baxıram ki, təzyiq temperaturla tərs mütənasib. Burada temperatur sabitdir, həcm artır. B getdi bura. Təzyiq sabitdir, temperatur artır. A getdi bura. Temperatur sabitdir, təzyiq azalır. C də getdi bura. Həcm sabitdir, təzyiq azalır. Deməli, D getdi bura. Təzyiq sabitdir, həcm azalır. Elə bir proses yoxdur burada. 1-ə getdi. B, C. Çünki 1 izotermik genişlənmədir. 2-yə getdi. Sadəcə A. Çünki 2 izobar qızmadır. 3-ə getdi. Sadəcə D. Bu da izoxor. Anladım. Bu da təkrar sualdır məncə. Bayaq eləmişdik bunu. İzoproseslərin keçididir. Deməli, burada izoproseslərə baxsaq. 1-2. Fatimə, hansı Şey, proses? İzoxor, İzoxor nə? qızma. Doğrudur. Və biz bunu burada çəkək. Yəni bizə istəyir Mənim bunu. izoxor niyə oldu? Ro Ha, izoxor yox. Var. İzotermik. Ay, izotermik. İzotermik
Ronu T olaraq gördüm, ona Bildim. görə çaşdım. İzotermik deməli Olmaz. sıxılma. Və V-nin T-dən asılılığını istəyir. İzotermik sıxılma olduğuna görə temperatur sabit, həcm azalır götürməliyik. Proses olacaq bu şəkildə. Bir, iki. Sonra bəs 2, 3 hansıdır Fatimə? İzobar sıxılma deyəsən. Yox, bura sıxlıqdır. Hə, ora sıxlıqdır. Ora izoxor onda qızma. Aha. İzoxor qızmadsa, deməli 2, 3-ü belə çəkirik. Sonra bəs 3, 4. Müəllim oxun İzobar işarəsi düz qoydunuz 2-3-də. Bir dedi. 2-3-də oxun işarəsi düz qoyulmadı axı məncə. Git. Bu tərəfə daxı. Temperatur artır ki, təzyiq artır. Qızma da axı biz temperatur artırırıq elə olanda. Bəs mən də temperatur artırıram da git. Adın demədi izoxor qızma. Müəllim, onu yenə qarışdırdım. Üzr Bu istəyirəm. tərəfə gedir də ona görə. Bəli, bəli. Sonra başa 3, 4-ə baxdıq. 3, 4-də nə oldu? İzobar İzobar qızma. qızma. Ya da Genişlənmə. genişlənmə. Eyni şeydir zaten. İzobar prosesdə də VT-dən düz asılı olduğuna görə buradan bir dənə düz asılılıq çəkirik. 3, 4 də olur belə. A bənd. Çox qəşəng prosesdə. Yəni qrafik də əladır. Ancaq bu da gələ bilər mən. Gələ biləcək sualdır, bəli. Zaten Çaşdırıcı da ama Evet. biraz. Bəli. Çaşdırıcı da biraz. Özləri Yəni yox, hər şey. əslində prosesləri yazsan Leyla çaşdırıcı deyil. Bir variantları silirsən də. Məsələn 1-2-ni tapdın, sadəcə 1-2-ni tapdın. İzoxor Yox, sıxılma. oxumasam, orada sıxlığı oxumasam peçmə falan biraz Elədir, əvvəl elədir. O da düzdür. qarşıda. O da düzdür. İzoxor Mən qızma- Mən də sıxılmanı vaxt gördüm. aparandı mən. Aha, elədir, vaxt aparandı. İzoxor sıxılmanı gördüm. Məsələn bu variantı atırsan o dəqiqə. Çünki 1-2 izoxor deyil. Sonra bu ikisini de atırsan. Çünki bu da izoxordur. Daha doğrusu izotermik izoxor nə idi? İzotermik də amma sıxılma deyil, genişlənmədir. Qalırsan iki variant arasında. 2, 3 olsa ikisində də eynidir. Bunu yoxlamağına ehtiyac yoxdur. Gəlirsən 3, 4-ə. Bunun 3, 4-ünə baxırsan 3, 4 izotermikdir, amma səndəki izotermik deyil. Ona görə qalır A variantı. Bu şey olanda, ətraflı olsa daha çox vaxt alar. Belə olsa variantlarla işləyərək sualı daha tez həll eləmək olar. Deməli 85. Uyğunluğu müəyyən edin. 1-2. 1-2 prosesinə baxıram. 1-2 prosesində təzyiq temperaturlar düz. Bu yəqin ki temperaturdur, yoxsa həcmdir. Ya temperatur olar. V-nin belə sağı şey yoxdur hərfində. Nə bilim reis, deyək temperaturdur. Temperaturdur mənim. Aha. 1-2 oldu nə? İzoxor, İzoxor qızma. izoxor, qızma. Bu getdi B. 2-3 izotermik, İzotermik genişlənmə. izotermik genişlənmə. C bəndi. 3-1 izobar, İzobar soyma, sıxılma. soyma, bir də izobar, sıxılma. Kaş bizdə 2015-də olardı. Ha, Qərar. variant İkiyə çəkdirsən ikiyə deyəsən. Y gedir müəllim. 2-yə Ha, SC 2-yə yaz. Y-dir, düzdür. Deməli 1-ə getdi. Sadəcə B, 2-yə getdi. Y, 3-ə getdi. A və C. Bu da O vaxt hamısı qapalı idi elə aha. 2015-də. Bir də burada belə bir şey var. Məsələn bu suallarda bilirsiniz də bir variantı götürməsə sual səhv sayılır. Bəli. Bəli, bilirik. Ona görə diqqətli yanaşmaq lazımdır suala. 86. Sabit kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. 2 nöqtəsinə uyğun təzyiq 1 nöqtəsinə uyğun təzyiqə nisbətini hesablayın. Bu Mendeleev-Clapeyron tənliyi ilə həll olunması bir sualdır. Biz P-ni tapanda P bərabərdir. Nu RT bölünsün V-dir. Yazırıq ki P2 bölünsün P1. P2 bölək P1'i tapanda yazıram nu R T2 böl V2 bölünsün nu R T1 böl V1. Nu R'ləri ikisindən də ixtisar elədim. T2'nin yerinə yazıram 2T0. Aşağıda V2'nin yerinə yazıram V0. Vurulsun. Bu birisi tərsinə dönür.
V1'in yerine 3V0, T1'in yerine T0. Cevap oldu 6. Ya birdən Gözəl 2-yə sualmış. gələndə baxıram, temperatur 2 dəfə artıb, həcm 3 dəfə azalıb. Deməli təzyiq 6 dəfə artıb. Yenə fərqli sualdır, görürsüz? Hə, Son illər dediyim kimi də sualları daha ideal formaya salırlar. Ümid edək ki, daha səhv etmərsən Ecet. Çünki dediyim kimi, bu MKN-ə aid olan sualların demək olar hamısı Mendeleyev-Clapeyron'a gəlir. Mən keçən də hı. səhv eləmişdim imtahanda bu sual. Məntiqini anladın indi? Bəli, başa düşdüm. 87. Diaqramı verilmiş kütlə ideal qaz üzərində baş verən hansı prosesə uyğundur? Prosesə baxırıq. İzobar, Soyunma, sıxılma. soyuma ya da sıxılmadır. Seksen sekiz. Porsiyonlə təchiz edilmiş silindrin içərisində verilmiş kütləli ideal qazın həcminin temperaturdan asılı qrafiki verilmişdir. Bu proses zamanı qaz tərəfindən porsiyona təsir edən təzyiq qüvvəsi və qazın orta kinetik enerjisinin hansı faydalar doğrudur? Orta kinetik enerjinin düsturunu yazıram. Orta kinetik enerjinin düsturu 2-də 3 kT'dir. Və izahım belə veririk ki, temperatur sabit olduğuna görə orta kinetik enerji dəyişməz. Sonra baxıram burada həcm artır. Həcm artırsa təzyiq azalır. Təzyiq azalırsa F təzyiq bərabərdir P vur S olduğuna görə təzyiq qüvvəsi də azalar. Orta kinetik enerji dəyişmir, çünki temperatur dəyişmir. Təzyiq qüvvəsi azalır, çünki təzyiq azalır. Ona görə burada azalar dəyişməz B bəndidir. Hə, xatırladım. Bu uşaqlar bu sualı buna görə yazırdılar həmişə, kinetikin sabit qalmağına görə. Amma təzyiq qüvvəsinin düsturu buradadır. Təzyiq qüvvəsi təzyiq vuraq sahədir. Təzyiq azalarsa təzyiq qüvvəsi də azalar. Bəli. Müəllim, bundan öncəki sualın nömrəsinə baxa bilərəm. Aha, 87-dir. Hə, tamam müəllim. 89. Verilmiş kütlə ideal qaz bir haldan iki halına keçdikdə qazın sıxlığı və qaz molekullarının konsentrasiyası necə dəyişər? Yenə bu izoproses olmasa da iki dənə izoproses özümüz çəkirik bura. İki dənə izoxor. Və sonra yenə Mendeleyev-Clapeyronu yazırıq. PV bərabərdir nRT. Bu düsturdan V-ni tapsaq, V bərabərdir nRT bölünsün P. Yəni temperatura yaxınlaşanda həcm artır. Ona görə 1-dən 2-yə keçəndə həcm artır. Həcm artırsa sıxlıq azalır, konsentrasiya azalır. Çünki ikisi də həcmdən tərs asılıdır. Doxsan. Hansı qrafik izoxor prosesə uyğundur? İzoxor proses 1 deyil, 2, bir də 3'dür. Üç. Təkrar sualdır. 91. Hansı proses verilmiş kütləli ideal qazın izoxor soyumasına Bu uyğundur? da təkrar sual. İzoxor soyumadırsa cavab 1,6'dır. 92. Hansı proses vermişdə ideal qazın izobar soyumasına uyğundur? İzobar soyuma isə burada yenə 1,6'dır. Çünki 1,4 izoxordur. 1,2 izotermikdir. 1,5 izotermikdir. 1,3 qızmadır. Temperatur artır. Bizə soyuma lazımdır. Soyunma. Hə. 93. Maddənin molyar kütləsi nədir? Molyar kütləsi deməli maddənin 1 mol miqdarda götürülmüş maddənin kütləsidir. Və molyar Mən kütlənin düsturun yazanda M bərabərdir. M0 vurulsun NA-dır. 1 molunun kütləsidir. Maddənin öz kütləsini belə yazırıq. M0 vuraq N. Bu ümumi qazın kütləsidir. Amma buradakı molyar kütlədir. Yəni 1 molun kütləsi. müəllim, Bəli, git. 89-a bir dənə verə bilərsiniz. Mən nasıl 89. Tamam reis, tamam qayıtdım. Bu izoproses değil Aycid. P'nin T'den bu şekilde bir Müəllim, bak. Bura bak. P'nin T'den belə bir qrafiki verib. Ama iki dənə izoprosesin arasında verib bunu.
Ya iki Hə. dənə izoxor. Bir izoxor burada, bir izoxor burada. Mən buradan V-nin düsturunu yazdım. V-nin düsturundan görürsən ki, V T-dən necə asılıdır? Düz. P-dən tərs. Yəni bu Hə. qrafiklərdən, bu yaşıl xəttlərdən hansı T-yə yaxındırsa onun həcmi böyükdür. Bəli. Ona görə 1-dən 2-yə keçəndə həcm artdı. Kütlə sabitdir. Həcm artdısa sıxlıq azaldı, konsentrasiya azaldı. Bəli, mən başa düşdüm. Mənim 91-dir göstərirsiniz. Tamam. Tamam. 94. Yenə keçid. Məsələn, belə sadəsi gələ bilər. Birinci yenə keçid eləmədən proseslərin adlarını yazaq. Birinci prosesə baxıram. Birinci proses izobar Soyma. soyuma Qızma. ya da sıxılma. Məsələn, hələ qrafik çəkmədən cavabları eləməyə çalışaq. İzobar proses olmalıdır 1-2, amma məsələn 1-2-ni burada izotermik verib, ona görə bu qrafiki götürmədik. Sonra burada 1-2 izoxordur, bunu da götürmürük. Burada 1-2 izotermikdir, bunu da götürmürük. İki variant arasında qaldıq. Ya E bəndidir, ya da D bəndidir. 2-3-ə baxıram. 2-3 hansı prosesdir? İzoxor qızma. İzoxor, qızma. İzoxorda da PT-dən düz asılıdır, ona görə cavab elə burada olur. D bəndi. Fikir verdin, heç qrafiki çəkmədən şey elədim, cavabları elədim. Ona görə deyirəm, bir-bir proseslərə baxın. Ona görə vaxt itkisinin qarşısını eləcə ala bilərsiniz. P-nin T-dən asılı qrafikidir. Birinci proses izobar soyumadır. İzobar prosesdə təzyiq sabit, temperatur azalır. Qrafik çəkəcəyim bu formada. Sonra izoxor qızmadır. İzoxorda PT-dən düz asılı olduğuna görə buradan bir düz asılıq çəkirik. Qızma olduğuna görə ox olur yuxarı. 95. Porşenlə qapanmış silindrin içərisində verilmiş kütlə ideal qaz var. Hansı prosesdə qaz tərəfindən porşenə təsir edən qüvvənin qiyməti dəyişmir? Dedik ki, izobar. İzobar. Çünki burada təzyiq qüvvəsi S. təzyiqdən asılıdır, Devre. PS-dir. Belə bir qab düşünək. Bunun içərisində bir porşen var. Porşen dediyimiz, yəni yuxarı aşağı hərəkət edə bilən bir hissədir. Şpris kimi düşünün. Bunun içərisində də qaz. Bu qaz molekulları olduğu qabın divarlarına zərbələr vurur. Hər tərəfə zərbələr vurur. Qabı sağa sola genişləndirə bilməsələr də, yuxarı aşağı genişləndirə bilərlər. Yəni porşen hərəkət edə bilir. Amma deyirsə ki, burada qüvvə dəyişmir. Qüvvənin dəyişməməsi üçün buradakı qüvvə dediyimiz bu sahə bunun sahəsidir. Qüvvə dediyimiz F təzyiq bərabərdir P vur S-dir. Qüvvənin dəyişməməyi üçün təzyiqin sabit olmaq lazımdır. Çünki S onsuz da sabitdir. Belə MK-ya aid suallarda yekunlaşdırdıq.